another life passes by just like mine. It's not complicated. Another mind, another soul, another body to grow old. It's not complicated. Do you ever wonder if the stars shine out for you? Float down like autumn leaves and hush now. Close your eyes before the sleep, and you're miles away. And yesterday you were here with me. Nəmli yollar, çiskinli, araqaranlıq hava, yağışdan gizlənən insanlar artıq payızın gəlişindən xəbər verir. Günəşli günləri yağışlı, buludlu havanın əvəzləməsi tək təbiətə deyil, eləcə də insan psixologiyasına da təsir göstərir. Xüsusilə də həssas insanlar bu fəsildə daha çox təsirlənir. Bunu isə mütəxəssislər payız depressiyası adlandırırlar. Yəni, havanın sərinləməsi, günəşin az görünməsi bəzi insanların əhvalını korlayır. Məsələn, səhər yuxudan oyanmaqda çətinlik çəkirsinizsə, özünüzü gün ərzində yorğun, əldən düşmüş, enerjisiz hiss edirsinizsə və ya tez-tez əsəbləşib bədbinliyə qapılırsınızsa, deməli depressiyaya düşmüsünüz. Səbəbi isə beyindəki kimyəvi maddələrin nizamında pozulmanın baş verməsidir. Yuxu və hormonları təşkil edən bioloji saatın pozulması da payız depressiyasının əlamətləridir. Psixoloqların fikrincə, payız depressiyasına qapılan insanlar hava buludlu olanda çölə çıxmaq istəmirlər. Belə vəziyyətə düşən insanlara yaxınları mütləq kömək etməli, onları depressiyadan çıxarmalıdırlar. Bu depressiya düşmənin səbəbi kimi də göstərilir bu sentimental insanlar, hansı ki gün işığı qısalır, yəni hava tez qaralır. Bundan dolayı insanların keçirdiyi narahatçılıq, daha çox evdə zamanın keçirilməsi, havanın tez qaralması, bunlar da depressiya və digər, belə deyək, psixoloji narahatçılıqların yaranmasına səbəb olur. Buna görə də çalışmalıdırlar ki, əgər otaq şəraitində işləyirlərsə, otaq işıqlı olsun. Bir də daha çox faydalı işlə məşğul olsunlar. Bu yaradıcılıq ola bilər, uşaqlarla vaxt keçirmək olar, ailə ilə vaxt keçirmək və bu kimi məqamlardan istifadə etmələri tövsiyə olunur. Yetər ki, problemi dərinləşdirməsinlər. Əgər görsələr ki, problem dərinləşir, mütəxəssis yardımından faydalana bilərlər. Bəs görəsən payızın gəlişi şəhərimizin əhalisinə necə təsir edir? Və ya təsir edibmi? Payız fəsil biraz gələndə insanda dəyişikliklər baş verir. Həm görünüş baxımından görünüşü dəyişmək olsan, geyim baxımından, həm də stimul cəhətdən biraz mənfi təsir göstərir. Payız müəyyən qədər hər bir insana təsir eləyir. Məncə, sadəcə hərə bir cür onu qəbul eləyir. Eləsinə var, deyilən kimi depressiya formada təsir eləyir. Eləsinə var, əksinə, payızdan, yağışdan sevinir. Misal üçün, mənə aid, mən sevinirəm payızdan. Geyimdə biraz problem olur. Yəni, nə giyinəcəyi insan qalır, isti olur. Səhərlər soyuq olur, qalın giyinirsə, amma gün orta bəzən isti olur. Mən özüm sentimental adamım və yağış mənim çox xoşuma gəlir. Yaxşı oldu ki, yayın istisindən canımız qurtardı. Adətən payızda havanın dəyişkən, yəni gah isti, gah soyuq, gah küləkli, gah da yağışlı olması çox vaxt bizi çaşdırır. Bir sözlə, hər gün səhər yuxudan oyanıb pəncərədən çölə boylananda öz-özümüzə görəsən bu gün nə geyinim sualını veririk. Havaya uyğun geyinməyəndə isə ya qrip oluruq, ya da digər xəstəlikləri tuturuq. Ona görə də payızda C vitamini bol olan qidalara üstünlük vermək lazımdır ki, xəstəliklər də bizdən yan keçsin. Əlbəttə ki, insan heç kimin köməyi olmadan da depressiya vəziyyətindən çıxa bilər. Bunun üçün möhkəm iradəyə sahib olmaq lazımdır. Əgər siz də daim özünüzü gümrah hiss etmək istəyirsinizsə, bu zaman havadan asılı olmayaraq hər gün səhər və ya gün orta açıq havada gəzin, düzgün qidalanın, idman edin, bol su için və nə qədər çətin olsa da çox yatmamağa çalışın.